Ağız içi skanerlə götürdüğümüz bir ölçünü göstermek istedim. Yani pasient orada oturup bunlar yani gips falan olmur burada. Yüngül bir materiallarla bu diş də ümumiyyətlə əl dəyilmədən belə deyək hazırlanmış bir işdir. Kompüter dizaynından falanla belə hazırlanılmış işdir. Bunu indi ağza qoyacağıq. Yani bu yonulub bu diş belə götürülüb ölçü. Ağza qoyaq baxaq. Burada ağızdaki dişlərin rəngini uyğunlaşdırılıb bir baxaq ona da. Dişdə hər hansı bir oturuşma üçün bir tədbirlər almamışam. Bir dişə həmin dişin özünü qoyaq bura bir baxaq. Güdüllə bərpa olunmuş bir dişdir. Rənglərə baxsaq diş ümumiyyətlə diş əti də birazdan bura oturacaq eləyəcək. Rənglərə baxsaq birə-bir işlənilmiş bir işdir. Bağlayaq. Hər hansı bir qusunda falan stomatoloqlar bilir nə deyirəm. Hər hansı bir hündürlük falan vermir. Bağlayırıq belə. Tak 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 tak. Hündürlük var mı orada? Narahatlıq var mı? Dişin kənarlarına da bir baxaq. Şeyka dediğimiz nahiyelerde bir sıkıntı görmürəm heç bir yerdə. Diş əti bağlayacaqdır buraları. Digər bir məsələni göstərmək istəyirəm burada. Bu hissələrdə pillələr var. Pillə burada görünürsə əgər bilmirəm. Bu keramikanın bu boyun nahiyələri gəlib bu qapağın boyun nahiyələri gəlib bu hissələrdəki dayanır. Diş ətində göyərmə, qızarma, şişkinlik olmayacaqdır. Bilirik ki, göyərmələr əsas 4 səbəbdir. Həkimin yolunmuş taktikası, texnikin konstruksiyalarına hazırlanması. Bunlar ən vacib məsələlərdir. Sonra material tərkibi, material zirkondur, bədənə yüksək bir uyğundur və pasiyentin baxımlılığı. Bu 4 halqa bir-birini tamamlayanda burada qızarma, şişkinlik olmayacaqdır.